Salam, hər vaxtınız xeyir olsun. 9-cu, 3-cü qrupların coğrafiya suallarının izahına baxırıq. Hansı miqyas daha böyükdür? 1 bölünsün 400 min, 1 bölü 20 min, 1 bölünsün 30 milyon, 1 bölü 45 milyon 500 min və 1 bölünsün 250 min. Böyük miqyaslı xəttlər deməli 20 min, 1 bölünsün 10 mindən 1 bölünsün 100 minə qədər olan xəttlər demişdik ki, böyük miqyaslı xəttlərə hesab olunur. Burada doğru cavabımız olacaq B variantı. Amerikanın kəşfi hansı səyyahın adı ilə bağlıdır? Biz bilirik ki, Amerikanın kəşfi Xristofor Kolumbun adı ilə bağlıdır. İlk dəfə 1492-ci ildə Xristofor Kolumb Amerikaya səyahət etmiş olar. Hansı materikdə günəşin zəddi olma prosesi baş verir? Məlum məsələdir, Antarktida materikində. Növbəti suala baxırıq. Deməli 63, 64-cü suala baxırıq. Qələmi götürək. Elefin diaqramına uyğunluğu müəyyən. Plan və xəritə. Ərazi əhatəsinə görə dünya və yarımkürələr, materiklər və okeanlar, ölkələr və onların hissələri qruplarına ayrılır. Söhbət xəritədən gedir, məlum məsələdir. Miqyaslı təsvir vasitəsidir. Həm planda, həm xəritədə də. Hər ikisi də miqyaslı təsvir vasitəsidir. Şərti işarələrdən istifadə olunur. Həm planda, həm xəritədə də şərti işarələrdən istifadə olunur. Dərəcə toru yoxdur. Xəritədə dərəcə toru var, amma planda dərəcə torundan istifadə olunmur. Birinci ayddır 4, ikinci ayddır 2, 1, üçüncü ayddır 2, 3. Doğru cavab C variantı. Deməli 64, 65-ci suala baxırıq. 64, 65-ci suala baxırıq. Planda miqyassız şərti işarələrə təsvir olunmur. Miqyassız, deməli tək yol miqyassızdır, su dəyirmanı miqyassızdır, zavod borusu miqyassızdır, taxta körpü miqyassızdır, qaldı bir dənə çəmənlik. Bu miqyaslı şərt işarələrlə təsvir olunur. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Ümumi coğrafi xəritələrdə həm fiziki coğrafi, həm də iqtisadi coğrafi obyektlər göstərilir. Bu doğru fikirdir. Doğru cavab A variantıdır. Bir neçə təbii və sosial iqtisadi elementlər birlikdə təsvir olduğu xüsusiyə xəritələr kompleks xəritələr adlanır. Bu doğrudur, amma burada yanlış göstərir. İcmal xəritələr böyük mi? İcmal xəritələr kiçik miqyaslı xəritələrdir. Kiçik miqyaslı xəritələrdir, amma burada böyük miqyaslı yazıb. B getdi, C getdi. Xəritə üzərində olan əyri xəttlərin uzunluğunu hesablamaq üçün pərgər mikrometrdən istifadə olunub. Doğrudur, amma yanlış yazılıb getdi. Areal üsulu ilə xəritələrdə coğrafi obyektin yayıldığı ərazilər təsvir olunur. Doğrudur, amma yanlışın altında yazıb. Doğru cavabımız A variantı. 67. Şərqdə ilk dəfə gildən yerin kiçildilmiş modelinin kim hazırlamışdır? Təbii ki, Əbu Reyhan Əlbiruni. Doğru cavabımız C variantı. 68-ci suala baxırıq. Hansı coğrafi enlikdə 23 sentyabrda günəş şüaları günorta vaxtı 10 bucaq altında düşür? Hansı coğrafi enlikdə 23 sentyabrda günəş şüaları günorta vaxtı 10 bucaq altında düşür? 23 sentyabr günəş ekvator xətti üzərində zenitdə olur. Ekvator xətti üzərində zenitdə olur. 90-dan 20, hər birindən 90-ı çıxırıq. Daha doğrusu 90 dərəcədən bunların hər birini çıxsaq, 10 dərəcə bucaq altda düşdüyü məntəqə olacaq 80 dərəcə şimal enin dairəsi. B variantı. 80 dərəcədən çıxsa, görərik ki, cavab 10 dərəcə bucaq almış oluruq. Növbəti suala baxırıq. 68 və 69-cu suala baxırıq. Hacı Zeynalabdin Şirvani bu ərazilərdən hansına səyahət etmişdir? Təbii ki, bunlar əzbərçilik tələb edən suallardır. Qrenlandiyaya getməyib, Şimali Avropaya getməyib, Mərkəzi Amerika təbii ki, getməyib, Cənubi Amerikaya da getməyib, qaldı burada Hindistan yarımadası. Şimali Afrika, bir də Mərkəzi və Cənub-Şərqi Asiyaya səyahət etmişdi Hacı Zeynalabdin Şirvani. Aşağıdakı planetlərdən hansı iki təbii peyki var? Yerin bir peyki var, məlum məsələdir. İki peykdən deyirsə, söhbət Marsdan gedir. Peyklərin də adları Phobos, görə ki, yaza biləcəyik. Phobos və Deimos peykləri. Phobos və Deimos peykləri. Doğru cavab Y variantı. Növbəti suala baxırıq. 71-ci sual.
Xəritə çıxması üçün qütb işıqlanma qurşağında yerləşən ərazini müəyyən edin. Qütb işıqlanma qurşağından söhbət getsə, məlum məsələdir ki, 66,5 en dairələrindən şimalda, yəni 66,5 şimal en dairəsindən şimalda, 66,5 cənub en dairəsindən cənubda. Burada uyğun gələn 3 rəqəmidir. C variantı. Bakı ilə şimal tropik xətti arasında ən qısa məsafəni hesablayın. Bakı yerləşir, deməli 40 dərəcə şimal en dairəsində. Çıxılsın. Şimal tropik xətti isə 23,5 vurulsun. Ardın bu yandan yazırıq. 111 bərabərdir. 40-dan 23,5 çıxanda eləyir 16,5. Onu da 111-ə vuranda 1831. 1831,1 kilometr. Doğru cavab A variantı. Növbəti suala baxırıq. 72. Qayıdırıq yuxarı. 73-cü suala baxırıq. Eylerven diaqramı tamamlayan bəndi müəyyən edin. Eylerven diaqramını tamamlayan bəndi müəyyən edin. Cənub və qərb azimutlarını azimut bucağı 315-dən böyükdür. Cənub azimutu 180 dərəcədir. Cənub azimutu 180 dərəcədir. Qərb azimutu isə 270 dərəcədir. Azimut bucağı 315-dən böyükdür. Baxırıq ki, cənub 180-dır, deməli 315-dən kiçik oldu. Bu deyil. A variantı getdi. B variantına bax. Üfüqün əsas cəhətləri. Bəli, üfüqün əsas cəhətləridir. Doğru cavab B variantıdır. Əks istiqamət hərəkət azimut bucağı 225-dir. 180-ın əks azimutu 0 dərəcə azimutdur, 270-in isə 90 dərəcə azimutdur. Üfüqün aralıq cəhətləri xeyr, əsas cəhətləri dedik. Azimut bucağı 180-dan kiçikdir. Xeyr, dedik ki, azimut bucağı 180-dan kiçikdir. Qərbdə deməli 270 dərəcəli azimutdur, cənubda isə 180 dərəcə azimutdur. Doğru cavabımız B variantı. Uyğunluğu müəyyən edin. Baxaq 74-cü sualda. 74-cü sualda deyir ki, 10 şimal en dairəsi 5 dərəcə qərb uzunluğu. 10 dərəcə şimal en dairəsi 5 dərəcə qərb uzunluğu məlum məsələdə Afrika materikində yerləşir. Ekvatora yaxın ərazidir. Birinci aiddir C. Bir dəqiqə üzr istəyirəm. Birinci aiddir C. 50 şimal en dairəsi 110 şərq uzunluğu. Deməli 50 şimal en dairəsi 110 şərq uzunluğuna da düşür. B. Azərbaycan ilə eyni yarımkürələrdə yerləşir. Bəli, Azərbaycan ilə eyni yarımkürələrdə yerləşir. Şimal en dairəsi, şimali yarımkürəsi və şərq yarımkürəsi. Deməli ikinci aid olacaq B. 1C, 2B, 3. 70 dərəcə cənub en dairəsi, 105 dərəcə şərq uzunluğu. Burada qütb gecə və gündüzləri baş verir. Bəli, 70 dərəcə cənub en dairəsi və 105 dərəcə şərq uzunluğunda qütb gecə gündüzləri müşahidə oluna bilər. Deməli 1C, 2, 1C, 1-ə həm də D-ni də götürəcəyik. Niyə? Çünki günəş ildə 2 dəfə zenitdə olur. Tropiklər 10 dərəcə şimal ilə tropiklər arasında yerləşdiyinə görə günəş ildə 2 dəfə də zenitdə olur. 1C-də 2B, 3A. 75-ci suala baxırıq. 21 mart tarixində hansı xətt üzərində günorta vaxtı cisimlərin kölgəsi olmaz? Məlum məsələdə 21 mart tarixində günəş ekvator xətti üzərində zenitdə olur. Yəni 0 dərəcəli paraleldə. Doğru cavab C variantı. Yəni hansı xətt üzərində cisimlərin kölgəsi olmaz? Məlum məsələ C-də. Növbəti suala baxırıq. 75-76-cı sual. Avstraliya materiki aşağıda işıqlanma qurşaqlarından hansılarında yerləşir? 1. Avstraliya tropik işıqlanma qurşağında yerləşir. Şimal mülayim deyil, şimal qütb deyil, cənub qütbdə deyil, cənub mülayim işıqlanma qurşağında. Tropik və cənub mülayim işıqlanma. 1-4 doğru cavab D variantında. 76-cı sual, növbəti suala baxırıq. 76-cı suala baxırıq. Aşağıda verilmiş coğrafi koordinatlardan hansı Azərbaycanda yerləşir?
Hansı Azərbaycanda yerləşir? Azərbaycanın ümumiyyətlə bax, Azərbaycanın coğrafi koordinatları 39 bir dəqiqə 39 və səliqəsiz alındı bir dəqiqə. Üzrlü sayın, biraz səliqəsiz alındı. Aşağıdakı verilmiş coğrafi koordinatlardan hansı Azərbaycanda yerləşir? Əvvəla Azərbaycanın coğrafi koordinatlarını qeyd edək. 39 və 41 şimal enli dairəsi. 39 və 41 şimal enli dairəsi. Uzunluqlar isə 44 və 50 şərq uzunluqlar. Üzrlü sayın biraz səliqəsiz oldu. Bunu biraz düzəliş eləyə bilərik. Və 41 şimal enli dairəsi. Buradakı da cavablarımızdan uyğun gələn 40 şimal enli dairəsi 46 dərəcə şərq uzunluğu. Doğru cavabımız D variantı. 78. 30 dərəcəlik şimal və cənub 30 dərəcəlik cənub paralel üzərində oxşar əlamət. Çevrəsinin uzunluğu 40.076 kilometrdir. Xeyr, bu ümumi ekvator çevrəsinin uzunluğudur. Bir dərəcəlik göz uzunluğu 111 kilometrdir. Xeyr. Qütb ulduzunun 50 dərəcə bucaq altında görünür. Qütb ulduzu 30 bucaq altında, 50 deyil, 30 dərəcə bucaq altında görünür. O da şimal yarımkürəsində olanda. Şimal buzlu okeanla kəsişir. Xeyr, şimal buzlu okeanla kəsişmir və ekvatora qədər olan ən qısa məsafə 3330 km. Doğru cavab. Qələmi götürməmişik. Bir dəqiqə üzrlü sayın. Biz deməli 30 vurulsun 111 bərabərdir 3330 km. Doğru cavabımız E variantı. Növbəti suala keçirik. 78, 79, üzrlü sayın biraz səliqəsiz oldu. Xətti sıxımını keçmək üzrə 20 metr olarsa, zirvə nöqtəsinin mütləq hündürlüyü aşağıdakıların hansı ola bilər? Baxırıq, relyef forması təpədir. Əgər relyef forması təpədirsə, biz o zaman 220 üzərinə 20-20 gəlsək, deməli, daxili horizontalların qiyməti neçə olacaq? 300 metr. 300 metr. Və ondan sonra gələn isə 320 metr olmalıdır. Düzdürmü? Ondan sonra horizontal gəlmədiyinə görə, deməli, təpə nöqtəsinin hündürlüyü 300 metrlə 320 metr arasında olmalıdır. Variantlara baxırıq. 279 olmaz. 365 də olmaz. Bizə 300-dən 320 arası lazımdır. 280 də olmaz, 355 də olmaz. Deməli, 300-dən 320 arasında 310 metr var. Doğru cavabımız A variantı. Xəritələrdə çayların axın istiqaməti hansı təsvir üsulu ilə göstərilir? Müəyyən məsələdə hərəkət xəttləri üsulu ilə. Növbəti suala baxırıq. 80. Yuxarı çıxırıq. 81-ci suala baxırıq. 81-ci sualda deyir ki, Günəş 20 şimal enlilikdə zend olanda günorta vaxtı ekvator üzərində günəş şüaları hansı bucaq altında düşür? Məlum məsələdir, 20 şimal enli dairəsi ilə ekvator xətti arasında, ekvator arasında dərəcə fərqini tapırıq. 20 dərəcə. Sonra isə 90 dərəcədə günəşin maksimum düşmə bucağından 20-nə çıxırıq. Bərabərdir. O deyir 70 dərəcə. Doğru cavab D variantı. Günəş 20 dərəcə şimal enliyində zend olanda günorta vaxtı ekvator üzərində günəş vuran düşmə bucağı 70 dərəcə olur. Hansı coğrafi enlikdə fəsillər daha aydın müşahidə olur? Ümumiyyətlə, subtropik və mülayim enliklərdə fəsillər daha aydın müşahidə olunur. Yəni 30, 40 və 50 en dairələri arasında fəsillər daha aydın müşahidə olunur. 85 və 78 qütbə yaxın olduğuna görə fəsillər o qədər də aydın müşahidə olunmur. Daha çox iki fəsil müşahidə olunur. Yay və qış. Deməli, B ilə Y variantında isə ekvatora yaxın olduğuna görə il boyu eyni temperatur, eyni hava şəraiti müşahidə olunur. Bir fəsil müşahidə olunur.
Ona görə doğru cavab C variantını götürəcəyik. İbrahim Şiqlanma qurşağında yerləşən 43 şimal endarəsi. Burada fəsillər aydın müşahidə olunur. Yəni 4 fəslin 4-ü də müşahidə olunur. Növbəti suala baxırıq. 82, 83. Baxırıq. 90 azimutla 10 km hərəkət edən səyyah əvvəlki məntəqəyə 90 dərəcəli azimut üfüqün şərq tərəfidir. Şərq istiqamətidir. Bu istiqamətdə hərəkətə başlayan səyyah əvvəlki məntəqəyə, yəni bir istiqamətdə hərəkət etdiyinə görə 90 dərəcəli azimutun əksi 270 dərəcəli azimutdur. Bir dəqiqə, üzr sayın. 270 dərəcəli azimutdur. Doğru cavab 270. İynərpalıq meşənin sahəsi 200 min miqyaslı xəritədə 4 kvadrat santimetr olsa həqiqi sahəni hesablayın. Sadə bir məsələdir. Əvvəlcə ədədi miqyasımızı izahlı miqyasa çevirsək, ədədi miqyasdan 5 sıfır silirik. 2, 3, 4, 5. Yəni miqyasın kəmiyyəti oldu. 1 santimetrdə 2 kilometr. Həqiqi sahəni tapanda 2-nin kvadratı vururuq 4-ə. 2-nin kvadratı eləyir 4, 4 4-də 16 kvadrat kilometr. 16 kvadrat kilometr. Növbəti suala baxırıq. %85-ci sual. Hansı coğrafi enliklərə günəş şüaları 90 dərəcəlik bucaq altına düşür? Ümumiyyətlə qayda olaraq yadda saxlamaq lazımdır ki, tropik işıqlanma qurşaqları, yəni tropik xəttlər arasında qalan bütün məntəqələrə günəş 90 dərəcə bucaq altında düşür. Biz burada verilən enliklərə baxarıq. Tropik enliklər arasında, yəni 23.5 şimal endarəsi və bax belə yazırıq da 23.5 şimal enliyi, 23.5 cənub enliyi. Bu tropik xəttlər arasında qalan məntəqələrin hamısında günəş 90 dərəcə bucaq altında düşə bilir. Yəni həm 1 və 4-ü də götürəcəyik. O cümlədən 6 rəqəmini də götürəcəyik. Doğru cavabımız oldu 1, 4, 6. Üzrlü sayın. Kəsmə yüksəkliyi 10 metr olduğunu bilərək A nöqtəsi ilə zirvə nöqtəsi arasında hündürlük fərqini hesablayın. Horizontalda bu deməli təpə nöqtəsidir. Təpə relyef formasıdır. Yenə qayda xatırlatma olaraq deyək ki, verilən relyef formasında kəsmə yüksəkliyi 10 metr və təpə nöqtəsi 313 metrdə. 313 metrdə. O kəsmə yüksəkliyinə bölünən, yəni 10 metrə bölünən 313-dən kiçik tam qalıqsız ədəd hansı ədəddir? Məlum məsələdir. 310. Deməli, daxili horizontalın qiyməti oldu 310 metr. A-nın hündürlüyü isə olacaq 300 metr. A-nın hündürlüyü olacaq 300 metr. Bizdən nə soruşur? A nöqtəsi ilə zirvə nöqtəsi arasında. Zirvə nöqtəmiz nə qədərdir? 313 çıxılsın 300. Bu da bərabərdir 13 metr. 86 doğru cavab 13 metr. Növbəti suala baxırıq. 86, 87 burada. Uyğunluğu müəyyən edir. Daxili planetlər, xarici planetlər. Məlum məsələdir. Merkuri, deməli A Mars, Merkuri, Venera, Y, bir də D. A, D, Y xarici planetlərə aiddir. Yupiter, Uran. B, C. 1 A, E, D, 2 B, C. Növbəti suala baxarıq. 87, 88. Situasiya tipli suallarımıza gəldik. Situasiya tipli suallara gəldik. Baxaq. A və B məntəqələrində qütb ulduzu 40 bucaq altında görünür. A məntəqəsi 60 şərq uzunluğunda, B isə 115 şərq uzunluğunda yerləşir. Bu məntəqələrin yerləşdiyi materikin sahillərini 4 okeanın suları yuyur. Materikdə həm günəşin zenitdə olma, həm də qütb gecə-gündüzlərinin baş vermə prosesləri müşahidə olunur. Məlum məsələdir, qütb ulduzunun 40 bucaq altında göründüyü məntəqə
40 dərəcə şimal enin dairəsidir. 40 dərəcə şimal enin dairəsidir. Məntəqələr isə 60 şərq və 115 şərqdə. 60 dərəcə şərq uzunluğu və 115 şərq uzunluğudur. Söhbət şimal yarımkürəsindən gedir. Materikdə həm günəşin zenitdə olma, həm də qütb gecə-gündüz baş vermə prosesinin müşahidə olunur. Görək şərtdə nə deyir? 88-də A və B məntəqələrinin yerləşdiyi coğrafi enliyi yazın. Yazdıq. 40 şimal enli dairəsi və bu məntəqələrdə ən qısa məsafəni hesablayın. Bu məntəqələrdə ən qısa məsafəni tapmaq üçün əgər verilən məntəqələr, məsələn, X və Y məntəqəsi eyni paralel çevrəsi üzərindədirsə, eyni paralel xətt üzərindədirsə, bu zaman meridianlar üzərində, yəni meridianlar arasında dərəcə fərqini tapıb 40 dərəcəli paraleldə 1 dərəcəli qövsün uzunluğuna vururuq. Yəni 85/4-ə. Onda 115-dən 60 çıxsa, 115-dən 60 çıxsa, neçə dedək? Biraz səliqəsiz oldu. 115 çıxsa eləyir. Sonra vururuq bunu 85/4-ə, cavab alacağıq 4697. Qısa yazdım ki, qələmimiz yaxşı yazmır. Üzrlü sayın. Doğru cavab 4697. A və B məntəqə 89-cu sual. A və B məntəqələrinin yerləşdiyi materikin adı yazın. Söhbət Avrasiyadan gedir. Avrasiya. Və bu məntəqələr qış gün dövründə günorta vaxtı günəş şüalarının düşmə bucağını hesablayın. 40 dərəcə şimal enin dairəsində günəşin düşmə bucağı 90 minus 40 çıxılsın 23,5. O da bərabərdir 26,5 dərəcə. Doğru cavab 26,5 dərəcə. Qış gün dövründə günorta vaxtı 40 dərəcə şimal enin dairəsində günəş şüalarının düşmə bucağı 26,5 dərəcədir. Və nəhayət situasiyamızın sonuncu sualı, 90-cı sual. A və B məntəqələrinin yerləşdiyi yarımkürələr 40 dərəcə şimal enliyi məlum məsələdir. Şimal, qələm götürək. Şimal və şərq yarımkürəsi. A və B məntəqələrinin yerləşdiyi yarımkürələr şimal və şərq yarımkürəsi və bu məntəqələrin aid olduğu materikin hansı işıqlanma qurşağında yerləşdiyi müəyyəndir. Məlum məsələdir. Avrasiya yerləşir mülayim işıqlanma qurşağında. Tropik işıqlanma qurşağında. Bir də qütb, şimal qütb yəni. Qütb işıqlanma qurşağında. 3 dənə işıqlanma qurşağında yerləşir.